Ukrayna prezidenti Volodimir Zelenski isə deyir ki, Tramp Rusiyaya qarşı ciddi sanksiyalara nə qədər meyilli olsa, atəşkəs o qədər yaxın olacaq. Onun sözlərinə görə, Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır. Lakin bu mərhələyə qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq. Bugün biz qeyd-şərtsiz atəşkəsi müzakirə edirik. Ərazi məsələsini müzakirə etmirik. Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz. Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizdən heç biri heç vaxt Rusiya kimi tanımayacaq deyə Zelenski vurğulayıb. O, ABŞ-nin xüsusi elçisi Steve Witkov'un strategiyasına da münasibət bildirib və bunu təhlükəli hesab etdiyini deyib. Zelenskinin fikrincə, Witkov şüurlu və ya şüursuz şəkildə Rus rəvayətlərini yayır. Bu da sülh danışıqlarına kömək etmir. Prezident həmçinin vurğulayıb ki, Ukrayna atəşkəsi dəstəkləməyə hazırdır. Amma Rusiya gərginliyi artıraraq daha çox ərazi ələ keçirməyə hazırlaşır. ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə və addımlar atmağa nə qədər meyilli olsa, biz atəşkəsə o qədər yaxın olacaq deyə Ukrayna lideri söyləyib.